Baxdım ki, sağ tərəfdə bizim vertolyotu təyirlə vurmaq istəyirlər. Uzanaraq fəaliyyət göstərdiyim halda onların 2 dənə snayperlərini vurdum. Üçüncü snayper. Mən yerimi dəyişmədiyim üçün belə düşündüm ki, heç kim yoxdur. Baxdım ki, sifətim yavaş-yavaş isinir. Hə, yanı. Və buradadır, papağın altındadır. Bir dəfə də o rəhmətli Səməd İsmail'lə böyür olanda Bani Paşa da oradaydı, video çəkirdi. Onun çəkdiyi videoda da mənim səsim düşüb. Bizdən vertolyotlar qalxdı, həmlə vertolyotları ki, o düşməyən bəzi nöqtələri vardı ki, onları vursunlar. Baxdım ki, sağ tərəfdə bizim vertolyotu təyirlə vurmaq istəyirlər. O dizerkalar var, çiynə qoyub. Hava hədəfini ona görsətdi, siqnal ötürdü, bir dənə tətiyi basır. O hava nəqliyyatı hara gedir, geçsin, onu vuracaq o şey. O SV-96 ilə snayperlə. O təsəvvürlə ki, raketi qaldırıb bizim vertolyotu vurmaq istəyir. Mən yandan bunu bir dənə güllə ilə vurdum. And olsun Allah, güllə ilə vurdum, o raket elə düşdü qaldı orada. Təsəvvürlə ki, ikinci adam raketi götürüb təzədən atmaq istəyir. Ki, mən gözləyirəm ki, bir dənə raketi götürsün, qəşəng rahatlansın, buna bir dənə də nalıyım da. İnan ki, onu o qədər saxladım orada. Bu adam axır qalxdı ayağa, axıl qalxdı ayağa. Raketi götürdü belə quzağına ki, təzədən bizim vertolyotu vursun da. Belə qucağında ilə saxladığı halda çerez silah ona bir dənə mərmi vurdu. Çerez silah bir dənə mərmi vurdum ona. İnan ki, o mərmi qəlpəli mərmidir, dəydi, partlayır. Mərmi onun qabağında partlamağından bunu belə arxaya belə yıxılmağını gördük də orada. Orada qışqırıram ki, alçaq. Biraz pis danışıram orada. Paşa oradan videodan şey eləyir ki, fiziği nə inirsən, deməyəcəkdən ağayracam, qırıram. Sonra mən belə deyim də, döyüşün 7-ci günü ki, Cəbrailə azad eləməyə gedirdik. Orada Cəbrailin yaxınlığında bir dənə bizim biraz döyüşün o qalmaqal yeri oldu. Orada artıq onların snayperləri çox pis işləyirdilər. Təsəvvürlə ki, orada 3-4 dənə snayper idik. Adam başına 3 dənə, 4 dənə snayper düşürdü orada. Adam başına 3 dənə, 4 dənə snayper düşürdü. Orada da mən belə deyim də, artıq döyüş sahəsində hər şey snayperlərdən asılı idik. Biz onları susturmalıydıq. Digər gücümüz fəaliyyətə başlasın. Orada mən belə deyim də, ikinci snayperi vurdum. Üçüncü snayperi çatıra bilmədim, sən təsəvvürlə ki, mən 2 snayperi vurana qədər o üçüncü adam mənə vurdu. O vurulmanın, belə deyim də, silahın arxasında uzanaraq fəaliyyət göstərir snayperlər. Məsələn, snayperlərin də belə deyim də, müəyyən növləri var. Xırda çapdan tutmuş, iri çapa qədər. Xırda çaplıları varkən, məsələn, onlardan ayaqüstü istifadə eləmək olur. Amma iri çaplılar var ki, onun məcbursan arxasındakı uzanaraq fəaliyyət göstərəsən. Yəni, silahın ağırlığı 14 kilo yarımdır. 14,7 kiloqram çəkisidir onun. 12,7, 12,5 də çapıdır. Sən təsəvvürlə ki, bu boyda mərmi bir dənə lüləyə oturur. O silahın arxasında uzanaraq fəaliyyət göstərdiyim halda onların 2 dənə snayperlərini vurdum. Üçüncü snayper. Mən yerimi dəyişmədiyim üçün, zaten yerimi dəyişməyə belə qalxmış olsam, adam məni artıq görür, vura bilərdi. Mən hədəfimi yenə kiçik saxlayaraq, uzandığım yerdə, kiçik saxlayaraq ki, yəni kiçik heç olmasa buradan başlayır, onsuz da hava şərait yaradır mənim kiçik formamın gizlənməsinə. Elə durbində axtardım, aniden qulağım dibinə elə bir şapalaq qoydular, and olsun Allah. Qulağıma da elə bir şillə vurdular. Mən bir anda silahın arxasında elə bildim ki, arxamdan düşmən mənə şillə vurdu. Allah haqq. Belə düşündüm ki, heç kim yoxdur. Baxdım ki, sifətim yavaş-yavaş isinir. Hə, yanı. Və buradadır, papağın altındadır. Şey? Güllə buradan
bu sifətində istilik ki, qan gəldi da. Orada Allah rəhmət eləsin, mənim bir tələbəm var idi. Əsgər olmuşsa, Gəncəli balası. Onu da valideynlərin əllərindən öpürəm. Ki, onlar yəni az yaşlı olmağına baxmayaraq sanki bir canavar böyütmüşdü o valideynlər. Başa düşürsən? Mən onlara səbir diləyirəm. Doğrudan da yəni hər bir valideyn üçün ağırdır elə bir döyüşçü, elə bir övlad itirmək. Biz də valideynik, başa düşürsən? Yəni elə bir övlad itirmək hər bir valideyn üçün ağırdır. Doğrudan da ağırdır. Allah ona rəhmət eləsin. O mənim vurulduğumu görəndə mənə dayı deyirdi. Dayı deyirdi. Dayı deyən, dayı demiyor, gəlməklə, bala gəlmə də. Sən gəlmən, mən çəkilərəm. Nasıl çəkildim, mənə kömək eləyib çəkəndə naqling çıxartdılar ki, güllə burada oturub. Uzandığım vəziyyətdə. Təsəvvürlə ki, sıyırır buradan, çiynimin düz üstündən girib və arxadan çıxıb. Oradan da təxliyə maşınına qoydular, mənə təxliyə elədilər, gəldim. Ondan sonra ancaq oturub televiziyadan uşaqlardan belə xəbər gözləməklə müharibəni izləmişəm. Düşmən təxribatını pozmağa belə fikirləşsə, düşünsə, demirəm icra eləsə, düşünsə belə, o düşüncəni söndürməyə belə yəni özümdə güc hiss eləyirəm. Yəni döyüşərəm, sevə-sevə. Bir şey ki, o düşməndir. Doğrudan da düşməndir, sevə-sevə. Niyə görə sevə-sevə? Ona görə sevə-sevə ki, necə ki, bu torpaq üçün, vətən üçün sevə-sevə canını sipər eləyən şəhidlərimiz ki var, bax, elə təkcə onlara görə sevə-sevə gedərəm ki, orada o uşaqların canını saxlayan qanı axıb. O qanın üstündən düşmənin gülləsi keçə bilməz. Əgər onu keçirməyə cəhd eləsə, mən yenə də hazıram. Eyni həminki ilk döyüşdə döyüşdüyümüşüm. Sənə mən məsləhət görərəm ki, düşmənə o fikrə düşməsin. O fikrə düşməsin. Yoxsa bu dəfə necə ki, deyirdi, nə oldu Paşinyan? Bu dəfə nə oldu Ermənistan deyərik. Yəni, düşünməsinlər. Yazıqdılar. Özlərinə yazığı gəlsinlər. Xüsusi təyinatlı qüvvələrin, belə deyim də, məktəbinə çox adam gəlir. Adam olaraq say çox gəlir. Amma doğuşdan xüsusi təyinatlı doğulanlar seçilir orada. Doğuşdan, körpəlikdən xüsusi təyinatlı doğulan uşaqlar seçilir orada. Məktəbə gəlir, nə olsun, 150, 130, 200, 300. Misal üçün, mən öz kursa başlayanda biz 131-132 nəfər kursa başlamışıq. Kursa başlamışıq. Biz o kursu 12 nəfərlə qutarmışıq. Sən bir dənə təsəvvürə bax, 10% eləyir, düzdür mü? Yəni, çox gözəl məktəbdir, çox gözəl kollektivdir. Bir insana fərdi olaraq yaşaması üçün, yəni fərdi olaraq tək başına qalmasının, qalarkən belə yaşaması üçün nə lazımdır öyrədilir hamısı orada. Doğrudan da öyrədilir. Xüsusi təyinatlı olmaq çox çətin peşədir. İnsan övladı doğrudan da yəni içdə bir istək, bir bağlılıq varsa yetişə bilir. O bağlılıqda vətəndən başlayır. And olsun Allah vətəndən başlayır. Vətənə olan duyğularından, vətənə olan sevgindən başlayır. Yəni, o sevgi mütləq ki, insanın içində olmalıdır. Ümumi liderimiz necə qeyd edilir, vətənpərvərlik hər bir insanın daxilindəki duyğularıdır. Əgər o insan bu yoxdursa, deməli o mənəviyyətsizdir. Doğrudan çox dərin sözdür. Çox dərin sözdür, and olsun Allah. Yəni, bunu oturub
nə qədər analiz etsən, yəni o dərinliyindən çıxmaq çətin məsələdir. Belə bir duyğularla yaşayan insanda təbii ki, xüsusi təyinatlı olmalıdır. Xüsusi təyinatlı da bu ölkənin, bu millətin bağlardır. Nə yaxşı ki, bizim ölkəmizdə bu tip biz necə vətənsevərik, millətsevər millətik mənim qardaşım. Doğrudan da vətənsevər, millətsevər millətik. Və indi hal-hazırda mən qaziyəm da, sivil cəmaatın içindəyəm. Baxıram ki, millət, yəni vətənini, torpağını sevən insanlardır. Allah hamd olsun sevən insanlardır. Bu millət üçün, bu torpaq üçün, o bayraq üçün öldürməyə yenə dəyər.